Yaxşı. Turan, de görüm müəyyən miqdar saylarına qeyri-müəyyən miqdar sayların fərqinidir. Müəyyən miqdar sayları konkretliyi bildirir. Qeyri-müəyyən say isə təxmini sayını bildirir. Müəyyən miqdar sayları sadə və mürəkkəb olur. Qeyri-müəyyən miqdar sayları isə sadə düzəltmə mürəkkəb olur. Qeyri-müəyyən miqdar saylarına konkret miqdarını bildiyimiz üçün ona hansı sualları veririk? Neçə, nə qədər? Amma qeyri-müəyyəndə konkret miqdarı bilmədiyimiz üçün ona yalnız bəli, nə qədər sualını veririk. Aferin. Müəyyən miqdar sayları hərflə də rəqəmlə də yazıla bilər? Bəli, yazıla bilər. Bəs qeyri-müəyyən miqdar sayları həm hərflə, həm rəqəmlə yazıla bilməz hər zaman. Amma müəyyənlər hər zaman yazıla bilər. Yaxşı. Müəyyən miqdar sayından sonra gələn isim necə olur? Müəyyən miqdar sayının yalnız tək olur. Əgər cəmdə olsa bu zaman hansı norma pozulacaq? Qrammatik norma pozulacaq. Sərxan bəzən ailələrdə, bəzən ailə bildirmək üçün deyirlər ki, 5 baş ailədir. Yəni 5 nəfər ailədir əvəzinə 5 baş deyirlər. Burada baş sözü düzgün işlənir. Səhvdir. O zaman biz hansı normanı pozuruq? Leksik normanı pozuruq. Aha. Yaxşı. Qeyri-müəyyən miqdar saylarında hansı qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər yalnız cəmdə olur? Bir çox, bir sıra. Sağ ol. Hansılardan sonra gələn isimlər ya həm təkdə, həm cəmdə olur? Çox, çoxlu, onlarla yüzlərcə. Bəs hansılardan sonra gələnlər yalnız təkdə olur, Yağmur? Kim deyər? Az, çox, bir çox. Fatimə? Az, çox, biraz, bir qədər. Az, biraz, bir qədər, bir də xeyli dəstə yazılanlardan sonra gələnlər həm yalnız təkdə olur. Aha. Yaxşı. Fidan. Qeyri-müəyyən miqdar sayları. Hansı qeyri-müəyyən miqdar sayları ədadla işlənə bilir? Az, çox. Elay, saylar yalnız nədən düzəlir? Saylam. Saya məxsus qrammatik şəkilçi var? Bəli. Xeyr, yoxdur. Sayın hansı leksik şəkilçiləri var? Öncü, larca, layla və lu. L. Bəli, lu. Çoxlu sözündə çoxdan çoxlu olur. Amma xeydən xeyli olmur. Xeyli quruşca sadədir. Yaxşı, sıra saylarından sonra gələn isimlərdən necə olur? Təkdə yoxsa cəmdə? Təkdə. Sıra saylarından sonra gələn isimlər yalnız təkdə olur, yoxsa cəmdə? Həm təkdə, həm cəmdə olur. Bəs ümumi, bunların bəyan növlərinə bölmədən necə deyərik ki, hansı saylardan sonra gələn isimlər ümumi deyək, məna növlərinə bölmədən? Cəmdə olanlar, təkdə olanlar, həm təkdə, həm cəmdə olanlar. Aha, müəyyəndən sonra gələnlər, müəyyən miqdar saylarından sonra gələnlər yalnız təkdə olur. Qeyri-müəyyən miqdar saylarından hansılar bir sıra, bir çoxdan sonra gələnlər yalnız cəmdə olur. Sonra çoxlu minlərcə, yüzlərcə onlardan həm təkdə, həm cəmdə olur. Həm təkdə, həm cəmdə olana, onda həm də nəyə əlavə edə bilərik? Sıra saylarını əlavə edə bilərik. Aha. Bir də ki, xeyli, biraz, bir qədər, bir də dəstə yazılanlar. Hamısı təkdə olur. Aha. Mürəkkəb saylar necə yazılır? Aha, bitişik yazılan mürəkkəb say yoxdur. Uşaqlar, saylar dedik ki, yalnız saylardan düzəlir. Amma hansı sözlərdən də aminə say yarana bilirdi? Hansı sözlərdən də say yarana bilirdi? Axırıncı, əvvəlinci, filanıncı, sonra. Sağ ol. Bunlardan da sıra sayı yarana bilir. Yəni biz bunları da sıra sayı kimi götürəcəyik. Aha, amonim saylar hansılardır uşaqlar? 1, az, 1, 80, 1000, Aha, yaxşı. Saylar millidir yoxsa alınmadır? Saylar özümüzdür yoxsa alınmadır? Milyondan sonralar alınmadır, amma ümumiyyətlə saylar millidir. Afərin. Yaxşı.